Salam əziz izləyicilər. Belə bir maraqlı əbob sualının həllinə baxaq. Şərtdə deyir ki, x tam ədədlər çoxluğuna daxildir, 5-dən böyükdür. 2x plus 13, 2x üstəgəl 27 ədədlərinin əbobu x çıx 4 olarsa, x-i tapın. İlk öncə nəyə fikir verəcəyik? Baxın, burada da 2x var, burada da 2x var. Fikir verin, bu 2x plus 13, 2x plus 27. Bu ədədlərin fərqinə baxaq. 2x üstəgəl 27-dən 2x üstəgəl 13-ü çıxdıqda 14 edir. Deməli, qaydaya əsasən, əgər iki ədədin fərqi 14-dürsə, onda həmin ədədlərin əbobu 14-ün bölənləri arasında olmalıdır. 14-ün də bölənləri 14 deməli 1-ə bölünür, 2-yə bölünür, 7-yə bölünür və 14-ə bölünür. İndi bir baxaq, bizim əbobumuz x çıx 4 fe'lidir. Əgər x çıx 4 1 olsa, o zaman x bərabərdir 5 olacaq. Bizdə şərtdə verilib ki, x 5-dən böyükdür. Ona görə bu hal ödənmir. Keçək 2-yə. Əgər x çıx 4 bərabərdir 2 olsa, yəni bizim əbobumuz 2 olsa, nə baş verir? Bax, fikir versəniz, bu 2x üstəgəl 13, 2x cüt ədəddir, 13 də təkdir. 2x-in üzərinə 13 gələndə tək edir. 2x üstəgəl 27 də tək ədəddir. 2 tək ədədin əbobu təbii ki, cüt ola bilməz. Ona görə 2 və 14 variantlarını buradan çıxırıq. Yəni x çıx 4 2-yə və x çıx 4 14-ə bərabər ola bilməz. Yeganə cavab qalır 7. Deməli x çıx 4 bərabər olur 7-yə. Oradan da tapırıq ki, x bərabərdir 11 olmuş olur.